Çayxanada vaxtım çox keçir. Elmə imkanı qalanlar. Qardaş sonra soruşur ki, nə nəsiyyət edərdiniz ki, çayxanada vaxtını keçirən qardaşlara və elm öyrənməyə biganə yanaşan və yaxud Quran əzbərləməyə. Bu da öz-özlüyündə bir problemdir, subhanallah. İnsan gərək bilsin ki, onun yaşadığı bu həyat Allah'tan bir əmanət. Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin hədislərində baxanda görürük ki, həqiqətən bizim yaşadığımız ömrümüz bizim özümüzün deyil də. Bizə Allah'tan əmanətdir, biz buna görə soruşacağıq. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, İqtanim xamsən qablə xamsin. Beşlik gəlmədən öncə beşliyin qədrini bil. Orada bizə lazım olan hissəsi şəbəbəkə qablə haramək. Cavanlıq, yəni yaşlılıq gəlmədən, qocalıq gəlmədən cavanlığın qədrini bil. Ümumi bu nəsiyyətdir bütün qardaşlara, xüsusi olaraq da cavanlara ki, onların nə qədər ki canında su var, nə qədər ki, elhamdülillah, cavanlıq anlarıdır. Bu vaxtdan istifadə etmək lazım. Bu vaxtları çayxanalarda keçirmək yox, qardaş deyən kimi. Bu vaxtları Allahın kitabı ilə məşğul olmaq lazım. Allah subhanahu teala'nın kitabını oxumaq lazımdır, əzbərləmək lazımdır, təfəkkür etmək lazımdır, tətəbbür etmək lazımdır. Və həmçinin elm öyrənmək məsələsi. Bildiyiniz kimi Peyğəmbərimizin sallallahu aleyhi ve sellem hədisi var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, talabul ilmi faridatun ala kulli muslimin. Talabul ilmi faridatun ala kulli muslimin. Elm tələb etmək hər bir müsəlmana vacibdir. Bu da iki qismə bölünür. Elm tələb etmək. Var fardul kifayə və fardul ayn. Fardul kifayə odur ki, bir qrup alimlər, bir qrup elm tələbələri bu vəzifəni yerinə yetirirlərsə, digər müsəlmanların üzərindən bu düşür. Amma fardul ayn odur ki, ayni olaraq hər bir müsəlmana vacibdir ki, elm öyrənsin. Elm əhli bunu nə cür şərh edir bu hədisi? Ayni olaraq elm öyrənmək nə deməkdir? Yəni, Amid, Əhməd, Muhammed, hamı, bütün müsəlmanlar bilməlidir ki, gündəlik qıldığı namazları haqqında elm olmalıdır. Biz əksər qardaşlardan soruşanda namazın rukunları, cavablar doğru gəlmir. Bu doğru deyil, bunu öyrənmək lazım. Namazın rukunları, namazın vacibləri, bunu hamı bilməlidir, hamı bilməlidir. Birdən bəzi qardaşlar deyir ki, vacibdirmi ki, mən onsuz da onları, belə deyək də, onsuz da mən namazlarda onları əda edirəm. Yəni, bu ərkanları, əhkamları onsuz da mən bilirəm. Namazı qılıram da, vacibdir bunları əzbərləmək, bəli, vacibdir. Ona görə ki, vacibdir ki, sən sabahları səhv eləyəndə namazda, biləsən də buna səhv səzdəsi lazımdır, lazım deyil. Bundan sonra nə gəlir? Hə? Bunun əvəzinə nə olmalıydı? Bunlar vacibdir ki, öyrənilsin. Ona görə ikinci qismi bizə aiddir ki, hər bir müsəlman gərək elm öyrənsin. O elm ki, ona gündəmdə lazımdır. Namazı, oruzu, zəkatı, gündəmdə ona lazım olan ibadətləri. Deyək ki, həcc etmirsə, həcc haqqında öyrənməz. Elə ki, niyyətləndirsə ki, həccə gedəcək gələnin, həcci öyrənsin. Zəkat verməyə imkanı yoxsa, elə ki, imkanı çatdı, malı gəldi, çatdı o miqdara, vacibdir ki, zəkat öyrənsin. Yəni, bu məsələlərə fikir vermək lazım. Amma ki, bunların əksi olaraq Allah korusun, bunu elmi öyrənməmək, Quran əzbərləməmək, sayxanalarda keçirmək, bu təhlükəli haldır, Allah korusun. Bu təhlükəli haldır. Xüsusən də, subhanallah, o qardaşlar ki, belə deyək də, onlarda imkan var öyrənməyə. İstəsələr öyrənərlər. İstərsə Quran-ı Kərimi, istərsə də digər elmləri. Xüsusən, barakallahu fikum, burada bir məsələ mühümdür. Yəni, Quran oxumaq məsələsi. Bizdə qardaşlar arasında çox zəifçilik var məsələdə. Həqiqətən, bu bir həqiqət. Bu qaçınılmaz həqiqət. Quran oxumaq məsələsində qardaşlar arasında nədir? Çox zəifçilik var. Quran-ı Kərimi öyrənmək lazım. Quran-ı Kərimi öyrənmək lazımdır Peyğəmbər sallallahu aleyhi ve sellem oxuduğu kimi. Bu zaruridir, bu qaçınılmazdır. Yəni, Ramazanlarda əksər qardaşlar neydən şikayət edirlər? Əksər qardaşlar deyirlər ki, birinci gün Musaf açıram. Musaf açan kimi bir səhvə, iki səhvə yuxum gəlir. Bilirsiniz nəyə görə yuxusu gəlir o insanların? Biz bunu soruşduq müəllimlərdən, şeyxlərdən. Onlar elə bir fərqli cavab verdilər ki, subhanallah, heç biz gözləmədik bunu. Dedilər ki, ona görə ki, mütləqdir ki, Quran-ı Kərim düzgün oxunmur.
Fikirirsiniz? Kur'an-ı Kerim kimsə açır, oxuyur Ramazan ayında. Yuxu gəlirsə, deməsin ki, yorğunluqdur, nə bilim, o birisi, bu birisi. Əksinə, yorğunluğu aparmalıdır sən doğru oxusan. Sən doğru oxumursan. Sanki Allahdan uquba olaraq, cəza olaraq ki sənə, sən Allahın kitabını düzgün oxumursan deyənə, sanki Allah Subhanahu istəmir ki, sən onun kitabını buzun oxuyasın. Bilirsiniz nə demək? Yəni, sən açmısan, Kur'an-ı Kerimi oxursan, səhv oxursan, subhanallah. Allah bu cürlə nazil edib, hər şey. Yəni, sənin oxuduğun kimidir bu. Subhanallah, bu məsələ təhlükəlidir. Hətta, subhanallah, alimlərdən bəziləri deyirlər ki, muharramdır, haramdır deyir. Haramdır ki, deyir, nədir? Kur'an-ı Kerimi bu cürlə oxumaq. Kur'an-ı Kerim bu cürlə oxumaq haramdır. Yəni, biraz önce dediyim kimi, Ramazan ayında Kur'an'a ələ alan kimi yuxu gəlmək dəhşətdir, subhanallah. Bu ona işarə ki, sən düzgün oxumursun. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim deyir kitabın anası, yəni Fatihə surəsini adlarından biridir. Kim kitabın anası Fatihəni namazda oxumazsa, la salatə ləh, deyir ki, namazı yoxdur deyir. Deyək ki, misal verəcəm. Bir nəfər təkbir gətirib, Fatihəni oxumur. Fatihə oxunulmayan rükətdə namazda namaz yoxdur. Düzdür. Alimlərdən bəziləri var ki, deyirlər ki, Fatihəni oxumamaq və yaxud düzgün oxumamaq. Fikir versəyiz. Oxumamaq heç. Bir də var ki, oxursan düzgün oxumursun. İkisi eyni hökmdədir. Bunlar hamısı nə babındandır? Qorxuzma babından. Bil ki, ey müsəlman, sən Allahın kitabına qarşı məsuliyyətli olmasın. Özdə sən biləndən sonra ki, sən bu haldasan, sən çayxanada geri vaxt keçirməyə nə qədər doğrudur. Yəni, əvvəllər eşidirdik, deyirlər ki, tələbələr də gedirlər futbol oynamağa, misal üçün. Elm tələbələr. Qardaş, o tələbələr anasından Allahın kitabını oxuya bilirlər. Sən niyə görə onu, özünü onunla qiyas edirsən? Futbol oynamaqdır, düzdür, bunlar hamısı lazımdır. Sayı etmək olar, futbol oynamaq olar, nə bilim, voleybol oynamaq olar, bunlar hamısı doğrudur. Amma ki, bizdə vəziyyət o qədər, yəni, bizdə vəziyyət ürək asıcı deyil, subhanallah. Biz biraz öyrənək Allahın dinini, Allahın kitabını, öyrənək sonradan başlayarıq o əməllərə. Allah daha doğrusunu bilir. Barakallahu fikum. Jazakumullahu xeyran. Subhanakallahu ve bihamdik. Əşhədu en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.